Salam əziz yoldaşlar, texnologiyadan 5-ci sinif 3-cü mövzumuz ölçmə və nişanlama alətləridir. Gəlin mövzumuzla ətraflı tanış olaq. Ölçmə və nişanlama vacib və məsuliyyətli əməliyyatlardır. Məmulatın keyfiyyəti, iş vaxtına və materiala qənaət, dəqiq ölçmə və nişanlamadan çox asılıdır. Daha sonra nişanlamanın tərifinə baxaq. Pəstahın üzərinə emal sərhədlərini və yerini göstərən kontur xəttlərinin çəkilməsi və nöqtələrin qeyd olunması prosesinə nişanlama deyilir. Biz oduncaqla işləyərkən müxtəlif ölçü alətlərindən, nişanlama alətlərindən istifadə edirik və kitabımızda da bir neçəsi mövcuddur. İlk olaraq ülgü ilə tanış olaq. Ülgü bir neçə eyni detalın nişanlanmasına imkan verir. Eyni zamanda bir neçə eyni detalın tez və dəqiq nişanlanmasına da şərait yaradır. Ülgü fanerdən və ya istənilən bərk materialdan eyni real ölçülərlə hazırlanmış detal formasıdır. Şəkil 1-ə diqqət yetirək, ülgü ilə nişanlama aparılır. Bu tür şəkilli testlərdə bizdən ardıcıllığı soruşa bilər. Burada ardıcıllıq necədir? Birinci ülgü gəlir, ikinci pəsta, üçüncü də karandaş gəlir. Bizlə tanış olaq. Biz deşmə yerlərini nişanlayır və deşikləri açır. Karandaşla isə nişanlama xətləri çəkilir. Digər ölçü alətimiz metal ölçmə lentidir. Meşə və mişar materialları ölçülüb nişanlanır. Burada 3 sözə diqqət yetirək. Həm metal, həm meşə, həm də mişar sözünə. Qeyd edək ki, hər üçü M hərfi ilə başlayır. Eyni zamanda elə tərifin özündə meşə və mişar sözünü də yadımıza saxlamaqla bu sualın cavabını tapa bilərik. Xarət metrəsi ilə isə iri ölçülü pəstahlar ölçülür. Digər ölçü alətimiz bölgüləri olan xəttkeşdir. Kiçik ölçülü pəstahlar ölçülür və nişanlanır. Baxın yoldaşlar, burada bizdən həm şəkilləri də istəyə bilər. Baxın, xarət metrəsidir, metal ölçmə lentidir. Hər birinin şəkilləri də mövcuddur. Şəkil qoyaraq qeyd edə bilərik ki, sualımızdakı hansı xarət metrəsidir, hansı metal ölçmə lentidir. Bu hissələrə də nəzər yetirək. Digər ikinci məqam isə soruşa bilər ki, hansı ölçü alətimiz həm ölçür, həm nişanlayır və yaxud da hansı ölçü alətimiz sadəcə ölçür. O zaman biz həmin hissələrə nəzər yetirərək testimizdə bu hissələri fərqləndirə bilərik. Bucaqlıq ilə isə düz bucaqlar yoxlanılır, ölçülür və çəkilir. 2 hissədən ibarətdir, uc və qəlibdən ibarətdir. Digər reismusdur. Demək, pəstahın təbəqələri, yəni səthləri emal edilərkən paralel xətlər çəkilir. Biz paralel sözünü yadımızda saxlamaqla reismusu asanlıqla fərqləndirə bilərik. Pərgər ilə isə deşik yerləri, çevrə və qövüslər nişanlanır. Digər isə xarət günyəsidir. Demək, xarət günyəsi ilə müxtəlif bucaqlar nişanlanır və ölçülür. Verilmiş bucaq transporter üzrə qurulur. Transporterdə isə sadəcə bucaqlar nişanlanır və ölçülür. Baxın, xarət günyəsi ilə transporterin təriflərində, yəni oxşarlıqlar var. Hər ikisində bucaqlar nişanlanır və ölçülür. Sadəcə xarət günyəsində müxtəlif sözü var. Biz həmin müxtəlif sözünü yadımızda saxlamaqla xarət günyəsi ilə transporteri asanlıqla fərqləndirə bilərik. Reismus özü 5 hissədən ibarətdir. Qəlib, meydança, kiçik mismar, pas, tiriciklərdən ibarətdir. Daha sonra xarət günyəsi isə 3 hissədən ibarətdir. Xəttkeş, qəlib və çıxıcı vint. Burada pərgarında şəkil var, amma pərgar neçə hissədən ibarət olduğu yazılmayıb. Pərgar özü 4 hissədən ibarətdir. Başlıqdan, qollardan, greyfildən, bir də uc hissədən ibarətdir. Eyni zamanda uc hissəyə biz iynə də deyə bilərik. Belə əziz yoldaşlar, dərsimizin sonuna çatdıq. Əgər dərs izahımız sizə də faydalı oldusa, öz fikrinizi yazmağı unutmayın. Digər bir məqam isə hansısa siniflərdən və yaxud da hansısa mövzunun dərs izahı sizə maraqlıdırsa və həmin izahı kanalımızda görmək istəyirsinizsə, şərh bölməsində bu haqda məlumat yaza bilərsiniz.